Salam dostlar, necəsiniz? İnşallah yaxşısınızdır. Bugün mən bağçamdakı gözəllikləri sizə çəkib paylaşmaq istədim. Sözün düzü neçə gündür çəkmək istəyirəm. Hava bir türlü yaxşı olmur. Belə bozuntu olur, nə bilim, tutqun olurdu. Dedim, videoda yaxşı düşməyəcək. Ona görə bugün çəkmək istədim. Bugün də tutqundur biraz, çox tutqun deyil. Amma külək var. Bizim Bakı şəhərinin küləksiz gün olmur demək olar ki. Baxın dostlar, necə gözəl açıb. Çox gözəl rəngi var, baxın. Çəhrayı. Ən sevdiyim rənglərdən biridir. Və tam açıb. Gönçə şəklin short videolarımda paylaşmışdım onu. Çox qəşəngdir. Bu da belə açıb, çiğ olub. Da belə çox gözəldir. Maşallah bu il yaz kimi qızılgüllər çox gözəl ikinci dəfə, üçüncü dəfə demək olar ki tumurcuqladılar, açdılar. Görünür havanın yaxşı olmağı, həm də ki mən bunları budadım. Budadım yenidən. Burada da bir tumurcuğumuz var, baxın. Çox qəşəngdir. Burada da belə çox gözəldir. Burada da bir dənə ramaşkamız var. Mən çəkəndə olmur. İnanırsınız, hər gün nə qədərinə açırdı üstündə. Burada tumurcuqları var üstündə, çoxdur. Hava yaxşı keçsə, tumurcuqlar da açacaq. Yox, yaxşı keçməsə, tumurcuqları vuracaq hamısı. Burada da tikanlı əncirimdir. Əlimi də vurmağa qorxuram. Bilmirəm, yetişib, yetişməyib. Gərək əlimə nəsə alam ki, onu baxım. Tikanlı əncirə aid bir video çəkmişdim. Narsız qalıb, heç yükləyib, montaj eləyib sizə şey eləmədim. Paylaşmadım. Qalıb elə. Vaxtı olmur. O iş, bu iş qalır hamısı. Burada da 4 dənə çiçəyi olmuşdu bunun bu il. Birinci dəfə də şey eləyir, əncir verir, heç verməmişdi. Bunlarda olmadı nəysə, bilmirəm. Bunlarda bəlkə bunlar əncir gətirmirlər. Hərəsinin bir türü var da məncə bunlar. O birisini də o tərəfə qoymuşam. İnarsız onu çəkdim o bir tərəfə, bu nanələrin üstündən. Əllərim bütün tikan oldu. Hə, bu 4 dənə onu deyirdim. Çiçək açmışdı, 4'ü də beləncik meyvəyə çevrildi, bax belə. Tikanlı əncir. İnşallah dadına baxmışam sözün düzü. Amma çəkmədim, dadına baxanda çəkərdim gərək sizin üçün. Belə turşməzə dadı var, bir cür. İçi çox tumludur. Tumlu demək olar ki, içi tumdan ibarətdir. Bu da maral buynuzudur, bax belə. Yəni gün yaxşı görmür deyən tam açmayıb. Üstü bütün belə bu güldən əksəz demək olar ki, payızın soyuqlar düşənə qədər bu açır. O tərəfdə də varımdır. Gələk o tərəfdə çəkək. Burada da payız güllərimdir. Hamısı tumurcuqdadır. Baxın, tumurcuqdadır. İnşallah açacaqlar. Tumurcuqdadır. Bunlarda şey var idi. Nədə onun indi görün var. Bax, biraz burada görürsünüz üstündə qara cücülər. Bit deyirlər, nə deyirlər ona. Onu da sabunlu suyla nə qədər elədim. Əvvəllər biz rayonda olanda sabunlu suyla eləyərdik, gedərdik. İndi getmədi. Bilməm, sabunun keyfiyyəti ölüb nədir. Baxın, cücülər bax. Suyla yuyudum. Yenə əmələ gəlib, suyla yudum o gün. Bunlara su verəndə suyla yudum. Çox gözəl rəngi var. Açanda sizin üçün inşallah paylaşacağım. Baxın, bu 2 dənə qalıb. Bundan çox idi. Nəsə 2 dənə qaldı. 3 dənə, biri də o tərəfdədir. Çox gözəl rəngi var. Burada da dipçəklərdədir. Belə sarıdır rəngi bunun. Dipçəkdədir. Burada az qalır açacaq. Burada da var. Payız güllərim çoxdur. Burada da var. Bunun da rəngi gözəldir, çox gözəldir. Baxın, hamısı payız gülü. Burada da belə reyhanlarım da otumdu. Belə toxumlayıblar.
Bunların yığmışam bir hissəsini. İnşallah gələn əkmək üçün ki, reyhan olsun. Bir hissəsində işləmişəm ki, bunu yaxşı elə bir ki, çəkirsən tumların, sonra yeməyə vurmağa çox qəşəng. Bunun qoxusu da özdə gözəl olar axı. Çox gözəl qoxusu var, çox. Yeməklərə yaxşı dad verir, qoxu verir. Ona görə bunları qoyacağam tam qurusun üstündə. Nə qədər ki, havalar yaxşı keçir, qurusun. Ondan sonra inşallah çəkərəm mən də bunu blenderdə. Ondan sonra yeməklərə vuraram. Belə. Burada da xına gülü deyirlər bizdə. Xına gülüm var idi. Bir ara çəkmişdim. Short videolarımda çox çəkmişəm. Qəşəng də rəngi var. Hər xına gülü kimi deyil. Bir partiya açdılar, qutardılar. Onları toxumdan səpmişdim yenidən. Baxın, çıxıblar. Əgər hava yaxşı olsa, bunlar da inşallah yenidən açarlar. Burada da reyhanlarımda tumlarını çəpdim. Yenidən baxın, yaxşı ki, qarışqa daşımayıb. Yenidən əmələ gəldi. Bəlkə çıxardıb, hava soyuq olsa dibçəyə əkərəm inşallah. Qoyaram evə, evdə yəqin ki, qalarlar. Heç eləməmişəm, birinci dəfə eləyəcəm. Burada da bu sarı gözəlliklərdir. Ölürəm mən bunlar üçün, çox gözəldilər. Bu güllərdən də sizə məsləhət görürəm, bağçanızda əkəsiz. Ay Allah, necə gözəl qoxusu var, ilahi Rəbbim. Sənə şükürlər olsun. Bu sarı çiçəyin də çox gözəl rəngi, çox gözəldir. Soyuqlar düşənə qədər bu da sizin bağçanızı bəzəyə bilər. Dayanmadan qönçəliyirlər üstlərində, dayanmadan açırlar. Çox gözəl rəngi var, çox. Burada da qırmızı belə bir gözəllikdir. O birləri də bu tumurcuqdadır. Baxın, burada deyəsən başqa rəngi olacaq. Çox əkmişdim, nəsə külək məhv bunlar 3-4'ü qalıb. Burada da belədir dostlar. Biz buna nə deyirik? Mən buna qara qızım deyirəm. Bundan çoxdur, o tərəflərdə də var. Bir qab idi, 3 qab eləmişəm, artırdım ştillərini. Baxın dostlar, bunlar demək olar ki, belə yayxanmışdı. Çox belə sarmaşıq kimi sallanmışdı, çəkmişəm, yəqin görürsünüz. Çox əziyyət çəkirdi, elə bilirəm, gül çox sallanmışdı. Mən də belə götürdüm bunları belə qəşəng. Belə bağladım ağaçlarına. İndi bilmirəm, sizcə yaxşı görsənir, yoxsa pis. Belə bağlamışam. Qəşəng çiçəkləyir, durmadan çiçəkləyir. Bugün çiçəyi yoxdur. Bilir ki, mən çəkəcəm, onun üçün çiçək açmayıb. Durmadan çiçəkləyirlər. Baxın dostlar, rənginə baxın, Allahım, ya Rəbbəl aləmin. Şükürlər olsun yaratdıqlarına. Necə gözəldir. Bizlər üçün Allah nə qədər gözəl şeylər yaradıblar. Min şükür olsun. Baxın, görün. Bu da bir başqa rəng açacaq. İkinci partiyadır. Bunlardan səpirəm. Bir dəfə elədim, burada yerim yox idi. Sonra çiçəklər qutarandan sonra buraya yenidən bu toxumları əkmişdim. Buraya demək olar yay çıxırdı, yenidən açırlar. Burada da belə tikanlı bir gülüm var. Bu da deyəsən quruyub, əlimi də vura bilmirəm. Başından bu il heç balaları çıxmadı. Amma bunun maşallah görün necə 1, 2, 3, 4, 5, biri də olayanlar 6 dənə balası verdi. İnarsınız, bir dənə buydu. Aşağıdakı, bunun kimi bir dənə aşağıdakı idi. Bir dənə də alanda mən başında bir balaca balası var idi. İndi maşallah o yekəldi, yanlarından da ucu bala verdi. Şükür. Bu da mənim, deyəsən şey güldü bu. Adı nə idi bunun? Atlas gülü. Bu da bir damcı yadınıza gəlirsə, mən dedim nə ölür, nə qalır, bir dənə belə, bir dənə buydu. Ondan sonra dostlar, baxın, bunlar başladılar, əmələ gəldilər. Bu yay əmələ gəlib bunlar. Heç yox idilər. Bunlar bu yay. Bunu da ilbizlər yeyib, bu hissələrini görürsünüz, ilbiz yeyib. Gücbəli ilə mən bunları əmələ gətirmişdim. Onda bu hissəsində ilbiz yeyib, baxın. İlbizlər yeyiblər. Bax belə. Burada da belə bir sarı deyil, oranjı və narıncı gözəllik var. Ölürəm belə rənglərdən ölür. Baxın dostlar, bu da bunun toxumlarıdır. Toxumlarını alaq. Hər çıxdıqca, belə əmələ gəldikcə yığıram. Dost tanış da istəyir, onlara da verirəm. Özüm də istifadə edəcəm inşallah. Görüm hansı yaxşı toxumdursa yığıram. Baxın, toxumları belədir. Bax, belədir toxumlar. Burada da gecə gündüz gülümdür.
Bunu da hər baxıram. Toxumları olduqca yığıram. Çəhrayı rəngdir. Çox gözəl rəngdir. Bunlardan yığacağım inşallah. Görüm üstündə var yenə. Hə, var burada. Baxın, var. Qara. Və belə olur toxumu. Əmələ gəldikcə yığıb saxlayıram gələnlə. Əlimdə toxum var deyə yığa bilmədim yaxşı. İnşallah yığacağım. Burada da qazaniyalarımdır. Hava tutqundur deyə yaxşı açmayıblar. Tam açırlar bunlar belə. Sonra burada. Hə! Video çəkirəm. Burada da belə bayaqki narıncı rənglərdir. Burada da qazaniyalarım açıqlar, solmaq üzrədilər. Burada da gecə gündüz güllərimdir. Yenidən toxum atmışdım, çıxıblar. Sonra burada belə gözəlliklər var. Geranlarımdır. İkinci dəfə, üçüncü dəfə deyəcək. Çiçəkliyirlər. Görün necə gözəl çiçəkliyiblər. Havalar sərinləyən kimi bunlar da özlərinə gəldilər. Burada da ağ geranlarımdır. Bax, çox gözəldilər. Qəşəng rəngləri var. Çox gözəldilər. Burada da belə bir qızıl güllərim var. Bunlar da açırlar. Bunlar da xarici sort qızıl güllərimdir. Baxın necə gözəldilər rəngləri. Xarici sort qızıl gülümdür. Çox gözəlsiniz. Çox. Çox. Sizə baxanda ruhum dincəlir. Elə bilirəm terapidir mənim üçün. Bunlar dostlar çox sevirəm bu bağçamı. Arzulayan hər kəsə qismət olsun. Burada da belə bir gözəlliyim var. Baxın rənginə. Çox gözəldir. Bu da həmən gülləndir. Biraz qıraqlarını külək eləyib, amma bu da buna biraz bir başqa gözəllik qatır məncə. Külək biraz döyüb deyən qönçəsin. Biraz qaral. Bu da məni külək əlimdən aldı. İlahi, necə külək gücləndir. Bu da mənim kartof gülümdür. Yer alması, bağışlayın, kartof gülü nə idi? Yer alması çiçəyimdir. Baxın, nə boyda qalxıb. Heç bilmirəm bunu necə çəkim. Baxın, başı tam şey eləməyib, açmayıb, amma başında 3-4 çiçəyi var, onu sizin üçün çəkib. Görürsünüz, maşallah boyuna qədər uzundur. Çox uydu, 4-5 dənə çıxmışdı. Külək sındırdı hamısını. Nə qədərinə də sizi bağladım, elədim, qalmadılar. Çox güclü küləklər olurdu. Ona görə qalanı bu oldu. 2 dənədir. 2 dənədir, amma hündür. O birər də hündür idilər. Bilmirəm, çox hündür olduğuna küləyə dözə bilmədi. Bilmirəm, çox güclü küləklər olur burada. Bunu qoyun, bunu dim. Mən sonra götürərəm. Atım, əlimdə qaldı. Bax, belə bu da bayaq sizə göstərdiyim qara qızımlandı, görsün rəngi. Burada da dostlar, sizə yəqin ki paylaşmışdım, o bir kanalımdaydı, amma belə avokado əkmişdim. Elə qəşəngdə böyüyüb çıxmışdı. Sonra bu avokado nəsə yarpaqları saraldı, qurudu. Sonra götürdüm bu dipçəyə əkdim. Yeri biraz dedim dar olar, köklərinə ziyan olmasın. Bu dipçəyə əkdim. Bir ucdan bax belə qaraldı, uzun uydu. Qaraldı, mən buradan budadım ki, keçsin qaraldısı. Buduyuram, keçmir, yenidən qaralır. Burada da aşağıdan 2 dənə belə balaca pöhrəliyib. Başqa yoxdur. Bilmirəm buna nə oldu, niyə belə oldu da anlaya bilmədim. Bu da belə gözəllikdir. Bu da belə çox qəşəng rəngi olandan da deyəsən. Nə yaxşı. Mən bunlardan dedim ki, qalmayacaq, yaxşıdır. Bu da belə yerlərdə idi. Çox uzundur deyən, özünü saxlaya bilmir gövdəsini. Belə bağlamışam. Tutub bağlamışam. Dostlar, bu da mənim pul gülümdür. Pul gülüm, krasula deyirlər. Çox gözəldir. Bunlar da dipçəkdə olan geranlarımdır. Soyuqlar düşəndən sonra bunların demək olar ki, bütün yarpaqlarım tökülmüşdü. Demək, çılpaq qalmışdı. Bir-iki yarpağı qalmışdı. Hamısı saralıb tökülürdü istidən. İndi maşallah hamısı pöhrəliyiblər. Sadəcə burada buna baxın. Tumurcuq verib. Hələ içlərində də var. Tumurcuqları. Burada da kalonşalarımdır. Deyirlər, kalonşa qaranlıq sevir, sərin sevir. Ona görə tumurcuqlu. İnanırsınız, mən bu yay bunu ancaq burada sərində saxlamışam demək olar. Ağaçların kölgəsi var, 1-2 dənə. Orada qoymuşam bu yay bunları, belə qalıblar. Yoxsa istidən bunlar da məhv olardı. Amma hələ ki üstündə bir tumurcuq görmürəm. Nə deyirlər? O böyük kanallar, ona əməl eləməyə çalışıram. Amma tumurcuqları yoxdur. Hələ ki yoxdular.
Niyə tumucuqlamırlar bilmirəm, amma yaxşıdır yarpaqları. Qəşəng yarpaqları var. Qəşəng sağlamdır yarpaqları. Belə. Altı 7 qab belə, 6-7 dipçək varımdır. Kalonşam, baxın. Bu yarpaqları lap yekə olanındandır. Açsalar çox gözəl görsənərlər də. Mən sevirəm bunların çiçəklərini. Bu da belə buz günümdə dipçəkdə də var, bağçada da var. Hə, bu da qara qızımdır yenə. Bunlar da nə qədərini açdılar. Hava sərinləyəndə yayda aça bilmədilər. Sizdən də heç demə aça bilməmişlər yazıqlar. Amma suyu çox sevirlər. Demək olar bir gündən bir hələ soyuqda düşüb mən bunları suluyuram. Suyu çox sevirlər. Su verdikcə çiçəkləyirlər. Prosto bağçadadılar deyim, biraz çiklidirlər yarpaqları. Yağışsa yağır, çisəliyir. Belə bu da şeydir, papatyalarımdır, görürsünüz. Dipçəkdə olan papatyalarım. Burada da geranlarım var. Burada da hamısında var. Onların hamısını toxumdan yetişdirmişəm. Gələ indi bura. Burada da gecə gündüz güllərim açır. Sonra toxuma dururlar. Toxumlar tökülür. Qarışqalar daşıyır, yeyirlər. Mən bu qarışqalara elə bir ki, yaxşı şey eləyirəm da. Bunlara yemək. Toxumları aparıb yeyirlər. Baxın, bunlar da düşürlər bura. Toxumdular, baxın. Toxumdular. Hə, üstünü örtək, bəlkə bunlar da çıxdılar. Örtək üstün. Hə, bax, bunlar hamısı gecə gündüz güllərdir. Bəzilərini mən əkmişəm, bəzilərini toxumdan düşüb yekəlib. Hamısı, baxın, geranın üstündə alıblar, baxın. Gecə gündüz gülləridir. Baxın, bunlar da bir başqa cür geranımda rəngi. Baxırsınız, qara qızım. Qara geran almışdım, bax, olardı. Demək olar, dedim, məhv olacaq sizdən. Bunu bu il almışam, maşallah. İndi süt oldu, gönçü ilə açanı da var, gönçəsi də var. Çox qəşəng gerandır. Sonra bu da ən sevdiyim gözəlim, baxın üstündə. Çox qəşəng, qırmızı deyil. Dostlar, nar çiçəyi rəngindədir, çox gözəldir. Durmadan bu da hava sərinləyən kimi başladılar gönçələməyə. Burada bunun bir dənə da var, bunu atım. Bax, belə qəşəng gönçəliyirlər. Üstünün belə çiçəkləri olanda solmuş çiçəkləri. Onları qoparın ki. Hə, bax, belə bunlar da gönçəliyirlər. Çox qəşəng gönçəliyirlər. Dibində belə sarmaşıqlar da dayanmadan çıxır. Yolu batıram, elə heç çıxırlar. Yaxşı şey olsa çıxmazlar. Özüm bu belə otlardır, qoymuşam ki, qəşəng görsənir, yaşıllıqdır. Prosto sarmaşıq dolaşır gerana, ona görə sarmaşıq şey eləyirəm. Dolaşıb, bax, görürsünüz necə dolaşıb gerana. Bu geranın yarpağını o qədər çox sevirəm. O qədər qoxusu gözəldir ki, dostlar. Terapidir da, terapi. Baxın, necə yaşıllıq, qəşəng gecə gündüz gülləri, maşallah. Bu da yasəmənimdir, hələ ki açmayıb. Yasəmən ağacı. Hə, bu da bax, burada da belə maşallah uzanıyıb. Bu da bunun da birində pişikində gətirib bura əkmişdim. Beləncə qəşəng uzanıb gedib. İndi bunları qırıb salata eləyəcəm. Bax, belə. Bunları da saxlayacağım bu tumucuqların. Deyirəm, blenderdən keçirəcəm, qəşəng yeməklərə əlavə eləyəcəm. Çox gözəldir. Burada da acı istotumdur, baxın. Acı istotum, baxın. Turşu qoyanda dünən heç yadıma düşməyib ki, bağçada varımdı acı istotum. Gedib yenidən acı istot almışam. Baxın, burada nə qəşəng böyüyüblər. Sərinləyəndən sonra hava, bax, bunlar hamısı belə qəşəng böyüdü, uzandı. Əvvəl belə gödək balaca olurlar. Hava sərinləyəndən sonra bütün bitkilər yaxşı əmələ gəlir. Demək olar ki, payızda yaxşı tökür da bu. İstidə çox tökmür bu şeylər, biberlər. Baxın, hamısı qəşəng acı istotdur. Bu da qızarıb. Bax, burada bir götürməmişəm, qızarıb. Turşu qoyanda əlavə eləyəcəm inşallah. Yadımdan çıxıb gedib istot almışam yenidə. Hə, bax belə. Unutqan olmuşam dostlar. Axır vaxtlar çox unutqan olmuşam. Yadımda qalmış. Belə dostlar. Bugünkü videomda bura qədər olsun. Xahiş edirəm, əmək xatirinə videolarımı bəyənib izləyin, bəyənmə atın, yorum yazın. Belə gözəlliklərdən
Sizin üçün paylaşıram. Belə gözəllikləri kim bəyənməz ki? Göz oxşayır. Baxın necə gözəldilər. Videolarıma bəyən atın, yorum yazın. İzləyin, xahiş edirəm. Bura qədər. Sağ olun, sağlıqla qalın. Yeni videolarımda görüşərik inşallah.